Bazar istər yüksəlişdə olsun, istər çöküşdə olsun, bir trader üçün bunun heç bir önəmi yoxdur. Son çöküşlərdən sonra traderlərin əksəriyyəti qorxuya düşüb ki, yəni çöküşlər olacaq bir daha, yəni kriptovalutadan uzaq durun. Bu traderlər yəni unudur ki, bazarda short düyməsi də var və shortda daha rahat pul qazanmaq olur. Çünki shortda panika var, qorxu var. Yəni baxarsınız ki, bir qiymət 5 gün, 1 həftə, 15 gün qalxar, yüksələr. Amma 2-3 saatın içində iri mumlardan enər. Trader əgər giriş nöqtələrini doğru yerdən təyin edə bilirsə, yəni bazarı anlayırsa, texniki analizi bilirsə, manipulyasiyanı görə bilirsə, təbii ki, doğru yerdən giriş eləyib yaxşı qazanmaq imkanı əldə eləyir. Və mən son zamanlar müşahidə eləmişəm ki, traderlərin əksəriyyəti stop qoymurlar və crossla əməliyyat açırlar. Hansı ki, çox təhlükəlidir. Və mən belə deyək, kurslarda da bunu qətiyyətlə yəni deyirəm ki, uşaqlar bunlardan uzaq durun. Yəni cross əməliyyatlarından, crossdan uzaq durun. Bir də ki, yəni stopsuz əməliyyatlar açmayın. Ümumiyyətlə zərəri gözə ala bilməyən traderin qazanması da mümkün deyil. Yəni qazanacaq təbii ki, amma o qorxu, o zərər qorxusu, stop vermə qorxusu, yəni birjaya o stopu verə bilmir. Nəticədə də yəni 2 əməliyyat profit, 10 əməliyyat zərərlə çıxır. Zərəri birjaya verməyi bacarın. Yəni 2 verin, 5 götürün. Yenə deyirəm, bunun üçün təcrübə və bilik lazımdır. Və ümumiyyətlə bir daha sizə bunu təkrar eləmək istəyirəm ki, stoplar belə deyək, stop qoyun, yəni stopsuz əməliyyatlar açmayın və cross əməliyyatlarından uzaq durun. Çünki bu birjanın sizə belə deyək, qurduğu bir tələdir. Yəni bu şirnikləndirici bir belə deyək də sizin üçün yaradılmış bir imkandır. Buna aldanmayın.